Əziz və dəyərli müsəlmanlar, Allahın rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın izniyle bu dəfəki çatdıracağımız mövzu rəhim və mərhəmət etməkdir. Allah Subhanahu wa Taala öz kitabında surələrdə bir Tövbə surəsi xaric olmaqla bütün surələrin önündə Bismillahirrahmanirrahim gəlir. Yəni mərhəmətli və rəhimli Allahın adı ilə. Biz Quran-ı Kərimə baxdığımızda Quran-ı Kərimdə Allah Subhanahu wa Taala ən çox adlandırdığı və ən çox işlətdiyi sözlər də bunlardır. Rəhman, Rəhim, mərhəmətli, rəhimli. Və biz bu sözlərin mənasına baxdığımızda Rəhman hər kəsə bu dünyada mərhəmətli olan deməkdir. Yəni dünyada yaşayan bütün canlılara rəhim edən, mərhəmət edən, rəhməti olan üzərinə olan deməkdir. Rəhim isə yalnız axirətdə möminlərə rəhim edəcəkdir. Rəhmən Allah Subhanahu wa Ta'ala'nın adı olaraq bu dünyada hər kəsə rəhimlidir. Musa Peyğəmbər dönəmində yağış yağır. Və Hz. Musa Aleyhisselam Allah Subhanahu wa Ta'ala'nın dərgahına gedir. Bu ki, ya Rabbim, bizim qövmə yağış yağır. Bizlərə bu yağış deyə bir niməti versənmi? Allah Subhanahu wa Ta'ala Hz. Musa'ya deyir ki, Musa, sənin qövmündə 40 ildə mənə asi olan bir şəxs var. O şəxsi çıxardın, o şəxs tövbə elədiyi an, önə çıxdığı an. Onda yağış yağacaq. Hz. Musa Aleyhisselam bu ki, ya Rabbim, mən 70.000 insanı bir araya necə toplaya bilərəm? Allah Subhanahu wa Ta'ala buyurur ki, ey Musa, sən onları çağır, toplamaq işi mənimdir. Hz. Musa Aleyhisselam bir təpənin başına çıxır və öz qövmünü səsləyir. Allah Subhanahu wa Ta'ala qövmün hər bir əhlini orada toplayır. Hz. Musa Aleyhisselam buyurur ki, içimizdə 40 ildə Allah'a asi olan bir şəxs var. Onun günahlarından dolayı Allah Subhanahu wa Ta'ala yağış yağdırır. Eğer o içimizden çıkarsa Allah Subhanahu wa Ta'ala yağış yağdıracaq. Musa Peyğəmbər 3 dəfə səslənir, həmin şəxs onların içində olur. Həmin şəxs deyir ki, ya Rabbim, mən 40 ildir sənə asi olmuşam. 40 ildir sənə ibadət etməmişəm. Sənin qoyduğun əssin getmişəm. Amma heç bir zaman sən məni insanlar önündə utandırmamısan. İndi sənə tövbə edirəm, bağışa keş günahlarından. Məni bağışa keş günahlarında ki, insanlar önündə mən utanmayayım. Və Allah Subhanahu wa Ta'ala yağış yağdırır. Hz. Musa Aleyhisselam Allah Subhanahu wa Ta'ala dərgahına gedir. Bu ki, ya Rabbim, o insan öne çıxmadığı halda necə oldu yağış yağdı? Allah Subhanahu wa Ta'ala ey Musa, o insanın tövbəsi səbəbiyle. Musa Aleyhisselam bu ki, ya Rabbim, onu mənə görsəsən olar mı? Musa Aleyhisselam bu ki, ya Rabbim, o şəxsi bizə görsəsən olar mı? Allah Subhanahu wa Ta'ala bu ki, ey Musa, o 40 il idi mənə asi idi. 40 il idi mənim dedilərimin əksinə getirdi. Mən onu heç kimə görsətmədim. Heç bir zaman utandırmadım. İndi mənə tövbə edəndən sonra da onu açım görsədim insanlara. Allahın rəhmətinə biz baxdığımızda heç vaxt öz qulların başqasının yanında utandırmır. Hətta bir hadis-i şərifdə Allah Subhanahu wa Ta'ala buyurur ki, qulum bir günah işləyərsə, o günahı heç kimə deməsin. Açığa çıxartmasın. O torpağa deyir, əmr edərəm ki, sənin üzərində etdiyin günahları ört. Allah bizi o belə sevir. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə ki, ya Peyğəmbər, mənim adımdan qullarıma deyil, mənim günah öyrətməkdə özlərinə zülm edən bəndələrim. Allahın rəhmətindən heç bir zaman ümidlərini kəsməsinlər. Allah rəhimlidir, Allah bağışlayandır. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə ən çox işlətdiyi adı rəhimdir, mərhəmətdir. Və Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, rəhmətim qəzəbimi üstələdi, qəzəbimi keçdi. Rəhmətim daha artıqdır. Və Hz. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir gün döyüş əsnasında bir qadın görür. Müşriklərdə bir adət var ki, döyüşə gedərkən ev əhlini də aparırdı. Niyə? Döyüşdən qayıdıb arxaya qaçmağa bir bahanələr olmasın. Hər iki bütün ailəsi, evlatları, malın, mülkün, hər şeyin özlərini aparırlar. Və bu döyüş bitəndən sonra bir qadını görsədir Allah Resulü sahabələrə. O qadın evladını axtarır. Kiçik evladı o insanların içində, o izdihamın içində itirir. Və deyir, o qadın
ağlaya-ağlaya hər bir önünə keçən uşağı deyir, qucaqlayır, ağlayır və ona süt verirdi. Həzrət Peyğəmbərimiz bunu görürlər, sahabələrə səslənir ki, bu qadın evladın cəhənnəm atarmı? Sahabələr bu ki, tövbə elə arasında. O qadın özü olmadığı halda, özünün olmadığı halda uşaqları nəvazişi bəsləyir. O öz evladı orada atarmı? Həzrət Peyğəmbərin bu ki, vallahi ki, Allahın rəhməti bu qadın evladının rəhmətindən 99 dəfə daha. Allah subhanahu wa ta'ala bir rəhmətin insanlara yolladı, 99'un öz yanında saxladı. O bir rəhmətin sayəsində ki, o ana evladını əzizləyir. Və Həzrət Peyğəmbərimizin dönəmində Allah Resulü'nün yanına gəlirlər. Bu necə Allah Resulü? Bir gənc var, canı ilə əlləşir. Can verə bilmir. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəncin yanına girəndə görür ki, gənc insan canı ilə əlləşir. Bir şey yadını saxlayır ki, üzərində valideyn və qul haqqı olan insanların canı çətin alır. Çox çətin can verir. Allah subhanahu da bizi bundan mühafizə eləsin. Ən ərəfsə valideyn haqqı. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ki, bu insan üzərində bir haqq var mı? Buyurur ki, bəli. Bu insan öz anası ilə illərlə də danışmır. Həzrət Peyğəmbər onun anasını çağırır. Buyurur ki, ey qadın, evladıma haqqı və halalı rahat canı tapışırsan. Bu günlər o üstünə qışqırdığımız, sən bilmirsən, sən heç kimsən dediyimiz o analar var, cənnətimizin haçarı onlardır. O ata var, sən bilmirsən deyib əzdiyimiz atalarımız, cənnətin haçarı vardır. Peyğəmbər bu ki, Allahla arasında bir bağlantı olmayan dua atanın evladını etdiyi duadır. Və Peyğəmbər də bu ki, ey qadın, bu evladımı haqqı və halayla. Deyir ki, xeyr, o illərlə də mənə əziyyət verir. İllərlə mənə əziyyət verdi deyə ona danışmıram. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sahabələrinə bir böyük ocaq qalamaq istəyir. Və bu ocaq qalayandan sonra ona bir dəmir parçası qoydurur. Deyir, bu dəmir parçası qızsın. Dəmir parçası qızandan sonra alır və gəncin yanına yaxınlaşır. Deyir, bunun bədəninə basın, o ağrı səbəbindən dünyasını dəyişəcək. Deyir, o gəncin bədəninə çatanda anası qucaqlayır və o dəmir əlləri ilə saxlayır. Bu ki, Allah Resulü, vallahi haqqımı halayla. Həzrət Peyğəmbər bu ki, Allahın rəhməti bundan daha böyükdür. Bizi yaradan, ruhundan bizə üfləyən Allahın rəhməti analarımızın bizə göstərdiyi nəvazişdən daha çoxdur. Gecələr bizim üçün 50 dəfə ayağa qalxan analarımızdan, ayağına paltar, ayaqqabı giyməyib, əlinə paltar giyməyən atalarımızın nəvazişindən daha çoxdur Allahın rəhməti bizə sarı. Və o rəhmət timsalı ən böyük içimizdə olan kimdir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Allah subhanahu ne buyurur? Rəhmətən lil aləmi, səni aləmlərə rəhmət olaraq yolladı. O rəhmət olaraq gələn bu aləmlərə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bize hər zaman nə öyrətdi? İnsanlara qarşı mərhəmətli olmağı. Hətta Həzrət Peyğəmbər bu ki, atanıza, ananıza, bacınıza, qardaşınıza bunlara deyil mərhəmət edirsiniz. Amma bəzi heyvanlarınızı belə unutursunuz. Onlara deyir, Allah sizə əmanət verdi. Onlara bir haqqın qoyur, o heyvanların. Qiyamət günü heyvanlar sorğu-suala çəkilməyəcək. Amma insan xaric. İnsanlar əziyyət verirsə, insanlar şahid edəcək. Ya Rabbim, bu şəxslər məni əzdi. Bu gün bizim əzdiyimiz, bu gün bizim heç nə bilməyib əzdiyimiz o mərhəmətimiz keçmədi o heyvanlar qiyamət günü şahidlərdir. İstifadə edirik. Allah subhanahu ixtiyarımıza verir heyvanları. Heç bir ağlımızdan keçirdik, o saxladığımız heyvan. Bir ağlı olsa bizim ona gücümüz satar, bir fili balaca bir uşaq idarə edir. Nəmrudu balaca bir milçək dünyasında işte. Daha doğrusu cəhənnəmə yolladı. Amma balaca bir uşaq böyük bir fili idarə edir. Onu bizim xidmətimizə verən mərhəmətli Allahımız var. Və o mərhəmətli Allahımız deyir ki, onlara da siz mərhəmət edin. Deyir, yaradılmışlara mərhəmət edin ki, yaradan da sizə mərhəmət etsin. Və bu mərhəmətin ən böyük timsalı Ramazan. Allah subhanahu wa ta'ala bizi bu mübarək aya gətirib çıxartdı. Elə bir aydır ki, başlanğıcından sonuna qədər Allah subhanahu wa ta'ala deyir ki, qulum, gəl səni bağışlayayım. Sənin üçün hər bir şey etdim, qulum.
Sən o deyir, ne şeytan məni azdırır, şeytan məni onu da sənin üçün zəncirlədim. Sən deyirdin məni başqalar, onları da sənin üçün zəncirlədim. Hər bir şey. Və sənə mani olan nədir bu Ramazanda gəlməməyin? Çünki bu günləri biz evdə atamızı, anamızı, qardaşımızı, öz doğmalarımızı incitsək, təzdən qarşısına gedən kimi bağışlayar. Allah subhanahu wa ta'ala onlardan daha çox bizim gəlməliyik. Və bu mübarək Ramazanı o bağışlanma timsalını ki, qulum 11 ay gəzirsən, bir ayda heç olmasa gəl. Allah subhanahu wa ta'ala bizə nə deyir? Ağıl deyə bir növmət verdi. Və Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala 50'ye yaxın ayədə buyurur ki, heç insan olub düşünməzmi? Heç təfəkkür etməzmi? Biz bir təfəkkür etməliyik ki, bu qədər neməti bizə verən Rəhman olan Allahımız var. Bizdən istədiyi nədir? Bizdən nəsə mal mülk istəyir, xeyr. Deyir, mənim yaratdıqlarıma da mərhəmət edin. Çünki onları sizin ixtiyarınıza verən mənəm. Bu Ramazan ayı bizə onu təfəkkür etdirməkdən ötürü gəlib bu ay. Oruç Allah subhanahu wa ta'ala heç kimin ac qalmağını xoşlamır. Heç kimin əzilməyin Allah subhanahu wa ta'ala istəməz. Allah subhanahu wa ta'ala Ramazanda bizim nəfsimizi əzir. Çünki şeytanı zəncirlədi, bizimlə bərabər qalan o azğın nəfsimizdir. O nəfs ki, Peyğəmbərimiz buyurur ki, nəfsidir. Allah subhanahu sorur ki, ey nəfs, sən kimsən? Deyir, sənsən, mən də mənəm. Demirsən, mənim Rəbbimsən. Deyir, 1000 il onu dondurur. Soğuqla əzab verir. Sorur ki, ey nəfs, sən kimsən? Deyir, sənsən, mən də mənəm. Demirsən, mənim Rəbbimsən. 1000 il yandırır. Yenə nəfs təkəbbürünə çəkmir. Və Allah subhanahu wa ta'ala onu ac saxlayır. Və nəfis deyir, o qədər acılı ki, buyurur ki, ya Rəbbim, sən mənim Rəbbimsən. Bu Ramazanda da Allah subhanahu wa ta'ala şeytanları zəncirlədi və bizə deyir ki, qulum, nəfsini də aclıqla əz. O aclıqla nəfsimizi əzirik, hər bir təam istəyirik. Oruç tutan bir şəxsə baxsa, birinci dəfə oruç tutanlara diqqət eləsəz, akşam üstü olursun'a 10 dənə təam düzür. Akşam sadece Allah subhanahu ta'ala bize verip bir qurtum suya möhtaç qalır. Bir qurtum su içən kimi sakitləşirik. Bu ayı Allah subhanahu ondan ötürü rəhmət ayı indirdi ki, biz özümüzü təmizləyək. Çünki Allah subhanahu ta'alanın önünə biz nə vaxt gedəcəyimiz bəlli deyil. Bu Ramazana girib, bugün burada biz danışırıq, gələn xutbə bizim cənazəmizdə kim olacaq? Biz kimin cənazəsində olacaq bəlli deyil. Ama bu ayın hürmetine birbirimize merhamet edelim. Maddiyatımız bazen değil çatmır, vallahi çatır. Zararlı verdişlere en aşağı kıymeti olanın vallahi billahi bir insanın bir defa yemeğiydi o zararlı verdişe verdiğimiz bu. Sigaretler. Bu Ramazanda istop verip özümüze en azından bir insanın kapısını açıp sevindirebilirdik. Vallahi billahi her birimiz onu başarır. O mərhəmət içimizdə var. Sadəcə onu içimizdən çıxartmaq lazım. Onu belə başaramırıq, Allah subhanahu wa ta'ala üzümüzə gözəl bir təbəssüm verir. Balaca bir uşağı görmüsünüz, hər bir evdə var, Allah subhanahu wa ta'ala hər bir evdə qismət etsin. Balaca uşağın sifətinə heç kim baxmaqdan doymur. Çünki Allah cənnətdən bir timsal verib ona. O uşaq günahsızdır. Pakdır, təmiz gəlib. Cənnətdə necə olacağınızı görmək istəyirsə balaca uşağa baxın. Paksa, nə qədər gün ərzində üzünə baxsan heç vaxt doymazsan. Çünki Allahın rəhməti hər onun üzərindədir. Hələ dünya malına qarışaraq kirlənməyib bizənci. Hələ dünya içinə girməyib o uşağın. İçində bir Rəbbidir, bir özü. Və o uşağın sifətinə günlərlə biz baxsaq qəlbimiz rahatlayır. Onun üzünə biz baxanda Allah'ın rəhmətini görməliyik. Bu Ramazanda imkansız ailələrə başardığımız qədər kömək eləyər. Allah subhanahu ta'ala bu Ramazanı bizə ibadətdə, itaətdə, keçidən və qullardır. Allah subhanahu ta'ala Allah'ın yarattıqlarına, bütün canlılara mərhəmət, onlarla gözəl rəftar edən bir qullardır.